Sabahınız xeyir. Artıq mən hazırlanıyorum. Dönərəm sizə demişdim heç ingilis dili kursuna başlayacağam da. Onun da ki ilk sınaq dərsi bugün səhər saat 10-da olacaq və 9:30 zadda indi. Belə çıxacağım. Salam verilmə. Hello. Həmişə qəşəng maska olanda adamın üzünə yaxşı oturur. Məsələn, o birilər fritiyançılar, o birilər Koreya markalar zadları qəşəng oturdu, amma bu bir də qəşəng oturmadı. Bilirsən bu tenzeron vurardım. O birisindən vurdum ki vitamindir da güya. Vitamin deposu. Bayaqlarım ingilis dil dərsinə qoşuldum. Evdə işlər yatıb ona görə sakit danışıram. Dərsə qoşuldum. Çox maraqlı keçdik. Bəyəndik. İnşallah dərslərə başlayacağım və axıcı şəkildə ingiliscə danışacağım. Makyajdan əvvəlcə gedək yemək bişirək. Badam sütü and yulaf çəpəyi. Artıq ingiliscə biliyorum. Görürsünüz arkadaşlar. Hazırdır. Mən dadına baxım. Mən bu qızın nəzin olduğuna qətiyyən inanmıram. Çox qətiyyən oldum, möhtəşəm oldum. Çöldə tufan var. Ona görə saçlarımı yuxarıdan yıldım ki, dolaşmasın. Oraya gedim, saçımı həm daraqda götürmüşəm əzimdən. Amma çox güzel olmadı. Paltarım elə mənim kombinimi görəsiniz. Ay, bir kəşk o temada belə zincirlər var ya, belə taxılır. Ondan dolayı çox qəşəng yaraşardı. Acayip havalı qız gördü. Saçım üzərində gələ düşür. İnşallah yetişmərəm. Hadi mən qaçdım. Bye bye. Səbə getdim mən, sağ ol. Tamam. Nasıl olsa yığacağım gələrsən. Deyirlər ki, saat 12'də oldu. Ama 12'ye 7 dəqiqə qaldı. Bir araşdırma qaçır. Hər şey qaçır. Toma. Biz artık könüllüyüz burada. Verəm. Cəmaət sokaları. Çok güzel. Evet, sağlar. Birazdan başlayacağım tədbir inşallah. Belə, hazırım. Bomba gibiyiz. Evet. Sen belə. Ay arkadaşlar, ben kombinimi gördüm. Çok mükemmel olmuşam da. Həqiqətən. Burada könüllü bilməm nə işlərinə baxacağım. Görək gözləyirik. Şunlar geçecek. Yemek başladı. Sanmıyor şöyle çamda katıran televizyona bakar. Gelin orada yiyin. Tamam geldim. Çantamı da koyayım düştüm. Her yanda yemek yediğimiz şey. At gel beraber. Aç yok be. Gönder bak. Brım. Bu da ben. Ne kadar düşürem benim. Tadına bakın görün nerede? Karşıda yemek yememiştim. Öncesinde ufakta var. Ne tadı? Siz için tadbire yardım saat gezecek. Şimdi yaşıyorum. Ha sen. Sen daha geçersin. Belə bir dənə Samsung stendi var idi. Z Flip telefonlardı, saatlardı, başqa qatlanan telefonlar. Axırda Samsung markasına aid telefonlar reklam olunurdu burada. Ümid edirəm çatların düzgün deyirəm. Z Flip 3-dən 4 var. Onların ekranı daha balacadır da. Yəni qatlanandan sonraki olan ekranı ha. Z Flip 5 isə əlimizdə gördüyünüz kimidir. Belə şəkil çəkdirməkdə rahatdır. Ben Samsung açtım. Göreyim. Evet. İçeriye cikselemeye. Çok heyecanlıyım. Az önce bir ders için gelmiştim. Çok eğlenceliydi. O zaman ne istemiştir Çin'e? Gidelim. Kılmasak yaxşı. Mən bura qoyarlar, nə olar? Qapılar açıldı, indi hamı girir içəri. Girişdə biletin bir hissəsini kəsib bu qabın içinə atırdılar. Çünki münsiflər heyəti yerləri qərarlaşdıranda loteriya oynanılacaqdı. Qalib gələndə, yəni kimin nömrəsi çıxsa ona hədiyyə veriləcəkdi. Ay da bayaqdan da işi çəkənmirəm. Bayaqdan burada dayanmışıq, burada şeyləri həll edirik, fərilərlə. Evet, hamısı tutardı. Ümid edirəm sizə götürə bilmisiniz. Sən evdə tutar yox.
başlayacaq birazdan. Every day with passion, creativity, and support. I love every Girişdə bu haqda danışdım. Latariya söhbəti o yuxarıda rəqəmlərdən biri çıxmalıydı o balonun içindən ki, bəzilərinə çıxdı. Həqiqətən təbrik edirəm. Şanslar çox olsun, bol olsun. Artıq qəlblər istəyəcəklər. Çok özletmeyeyim. Liga de Janeiro! Bütün galilerimizi birlikte tebrik ediyorum. En zamanda bu çalışma her bir genç insanımıza yani teşekkür Çörek ofeden. Mənə də aparırsınız. 100%. O da mənə də aparır. Ben heyecanlandım. İndi ise Rex kategorisi Çəkmiş ama, aparırsın. kazanan. Sizce? Adlarını da bilmiyorum. Şimdi start Hadi çok özletmeyeyim. Liga de Janeiro! Nəzrin bizə kofe ısmarlayır. Tebrik ederim. Bütün galilerimizi birlikte tebrik ederim. Aynı zamanda bu festivalda iştirak eden her bir genç istihdamımıza derin teşekkürlerimi bildiririm. Kep tərəfimə keç tərəfdənməz. Əlim daha uzun görsən. Işıq da üzümüzə vursun belə əlim belə. Gelin arkadaşlar. Boy kuplarımız yok. İlk kup olar. İlk kup. Cümlük kazandığımız diyor. Hadi sen de burada. Sarı. Ona özel. Budur. Mənsiz. 친구들 hadi kaçı. Gelin buradan koyun. Oy. Əziyyətimizin qarşılığı. Aa piyan ne değil mi? Sangıp. Sangıp. Udus bu. Oraya Udus. Bombadası da kanya. Videodur. Evet. Mən də bilirəm şəkildə bayaq. Öz videoda görəcəksən. Evet. Yok pulum çıktı dostlar. Vallahi buna da şükür. Hands up Gabriela. Mahnı koyup bir biz oynayalım. Bəsdirin. Biz de oynamak istiyoruz. Evet. Bir dakika. Tədbir bir evimizə etməyə başladım. Bir insanlarımızı götürək, ondan sonra gedək önümüzə. Çox maraqlı keçdi həqiqətən bu gün çox.
Yani bunu beğendim. Sağ olun. Sağ ol. Sende o şey var ya, gizli kameralar var ya. Bir de orada da var, orada var. Gidelim onda artık önümüze. Ay ne geçe düşüyor. Gelin bura gelin burada geçe düşüyor. Ayrılan yer sayı, misal üçün. Marketliyim. Sağlık dillər əzbəri eləmə. Mən o qızı onun ürəyi çağırıyorlar. Cibində çoxlu pulu. Sevgilisi Elnare idi. Elnarelərə gəlsin bu mahnı. Deməli, gəldim hazırda evə. Evet. Mən bilirsiniz ki, qardaşımı çox sevirəm deyə. And then I leave without a trace. Come on, don't leave me. It can't be that easy, babe. Dagi var. Ha, deməli mən uşaq vaxtı İrana getmişdim orada. Bizim hamısı köşələr paylayırdılar da. Ona da öz əlimdəki yemirdim. Məndən soruşdular ki, niyə yemirsən deyim, qardaşımı aparacam. Görəysən bu gör, belə bacın harada tapa bilər bu? Yadına dur. İran aşamadan yaşa getmişdim. Onda mən köşə gətirib paylamışlar, o hamıya, hamı yeyirdi. Mən də əlimdə saxlamışım, ki deyim, niyə yemirsən? Deyim, qardaşımı aparacam. İrandan Azərbaycana qardaşıma köşə gətirəcəm. Allah gülləmişdim. Mən o kökəni görmədim eve gəldim. Mən də qardaşım indi bu gətirdim. Bəli, həmişə nəzrinliyin O da eləyir. nə deyim? Hə. Yarısını yiyib, Yarsız alı yememişəm. Hayır. üçdə ikisini yiyib, üçdə bir gətirib ki, Kim güya səhərlikdir? mən qardaşımı çox istəyirəm, bəs belə. Canım qardaşım, qatı dadına baxım. Hey, Sən ki, mən səni çox istəyirəm. Bu ne ki bu? Nasıl? Ay, işte işin şu. Çok harika. Maksız böyüsü. Qapışında bizlə nə oldu? Sağlam bir anlaq diye döşet aldım. Bunu da üzüm almışam. Bizim var da. Harda mı? Onu bu. Çok güzel döşenmiş. Yaxşı, bir daha saxlayım. Onsuz da biz yenə görüşə bilərik. Hardasa səninlə üz-üzə gələrik. Bəlkə də o günü ömürdən silərik. Əgər sönsə məhəbbət axtararsa nerdən o baxışlarımı, göydən yağan əsrətin yağışlarımı. Mən keşfetdim. O, yaxşı. Deməli, videomu izlədiyiniz üçün çox sağ olun. Hər birinizə minnətdaram. Zəhmət olmasa bəyənib də abunə olarsınız da. Mənim kimi mükəmməl bir insanım. Çox maraqlı videolarım. Hamınızı öpüyorum. Şıplaklıyorum. Sağ olun, özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. İnşallah belə tədbirlər daha çox olar. Və bundan sonraki video bilsinə geç. Universitetin ilk günü və sonraki günləri hətta bilsiz nə olacaq? K-Beauty var. K-Beauty. O tədbir keçiriləcək sezon kursunda da Koreyadan vizajistlər gələcək, səhv eləmirəmsə. O tədbirə də gələcəm. İnşallah onu da baxarsınız. Gələ səhifəmi izləməyi unutmayın, maraqlı videolar gələcək. Uşaqlar, baxarsınız. Sus. Tamam. Sağ olun. Pəncərə nə məşə deyil. Ha? Ne? Çar. Ne? Pəncərə, mal. Pencere, hadi deyin da. Acıdan gidiyorum. Eve gəldim nəhayət. Orada olan studentlərdən danışmaq istəyirəm biraz. Bilirsiniz, siz qapıdan girib pəçənlərlə dırmaşırdınız. Pəçənlərlə çıxandan sonra qarşınızda oyunlar var idi. O oyunlardan oynaya bilərdiniz. Ondan sonra bu tərəfdə Samsung'un bilirsiz ki, Samsung Koreyan markasıdır. Orada saatlər, telefonlar falan var idi. Hətta o Z Flip telefonlar olur qatlanan. Ondan da var idi.
Qəşəng idi, maraqlı idi. Bir də bizim masamız var idi. Bizim masamızda da belə çantaya taxmaq üçün charmlar düzəldirdilər. Bu nətər olur deməli. Şəklini belə göstərim. Datıb sizə göstərəcəm onsuz da bu nətər hazırlayırdılar. 3 masa qoymuşduq. Sırayla gəlib oturub düzəldə bilərdiniz. Axırdan axıra azaldı. Amma yəni düzəldənlər də gəlib düzəltdilər. Həm də pulsuz idi. Birincisi belə charm taxmaq üçün bu çıxır. Bunlar stikerləridir. Bir də belə cımbızı var ki, kopardıb belə yapışdırasınız üstünə. Bu da belə göstərirsiniz, belə eləyə bilərsiniz və yaxud da bundan öndərə da, yəni istədiyiniz kimi eləyə bilərsiniz. Bunu da belə çıxardırıq. İpləri belə olur. Evet. Çox şirin məncə. Yəni bunu düzəldək. Bravodan bir üzümə aldım. Üzümə baxın. Böyle. Bu arada dün aldığım Tanan'ın görünence ne bileyim top ben üzümə. Neymiş tam üzüməymiş kimi daha. Birinci fırında qaracıyardım. Belə üzümə normal oturub deyə düşünürəm. Bunlar buraya yapışdıracağım. Bu arada mən düşünürdüm ki, yəqin Blackpink'in Jump mahnısından zadından da olar maraqlı. Çoxsu remixi idi. Remixdə olanda tam belə tam mahnını bilmir. Daha hoppanı düşüb oynayan var. Birinci yerə kim çıxdı? O, nude oynayanlar çıxdı. Qırmızı paltarlılar çox qəşəngdir. Həqiqətən hər biri əziyyət çəkmişdi. Amma mən birinci yerə Ulduz takımının, üzr istəyirəm adınızı bilmirəm. O ulduz kim var idi? Sarı rəngdə paltar giyinənlər, yəni çox qəşəng oynadılar da həqiqətən. Onlar səhnədə oynamağına baxanda bədən hərəkətləri, özlərini belə performansları eləməklə, yəni həqiqətən çox qəşəng idi. Sizi sevdim. Məncə birinci yer sizin haqqınız idi. Mən belə düşünürəm. İndi müsiflər heyəti özləri qərar veriblər. Kim yaxşıdır, kim dahilədir. Təbii ki, hamınız yaxşıydınız. Birinci yerə çıxan qrupun çox əziyyət çəkdiyini düşünürəm. Çünki paltarlara çox əziyyət çəkmişdilər də, onları hazırlamaq, düzəltmək, qırmızı türdüş fonu zaddı. Çox qəşəng idi, paltarları bəyəndim. Rəqsi də qəşəng elədilər. Dediyim kimi də, yəni hər kəsin zövqü fərqlidir. Məsələn, tutaq ki, sizin birinci yerə çıxan qrup və yaxud da Qrifonun birinci yer olmağını istəyərdiniz. Nə bilim, mən daha çox o sarıları bəyəndim. So come on baby at the door. Sarılardan bir dənə qız var idi, yubka giyinən qız, çox qəşəng oynayırdı. Hamısı qəşəng oynayırdı, amma bir dənə yubka giyinən qız var idi. Tam belə nə vibe verirdi, dəniz qırağında, o belə gün batımında şəkil çəkdirirlər. Qəşəng oynayırdı onda, yəni. Hərəkətləri qəşəng idi, hamısı süper idi. Afərin sizə. Mamades. Evə gələndə bu ürünləri aldım da, Bravo'dan. Orada bir dənə qız gördüm, gözləri çəkikdir də. Dedim ki, where are you from? O deyir ki, bəs Koreyalıyam dedi. Hanguk Saramani yaxud da Koreyan demədi. Koreyalıyam dedi. Azərbaycan danışdı. Mən demişəm, ay Koreya dilim bilirəm. Zıpır, belə danışdı. Sonra dedi ki, mən dedim ki, bəs məmnun oldum tanış olduğuma. Deyir ki, sənin Koreyalı heç dostun var. Mən dedim, yoxdur. Sonra dedim ki, əgər istəsə dost ola bilərik. Ondan sonra nə oldu? Sonra mən dedim ki, sizə bir stəkan kofe ısmarlamaq istəyərəm. O deyir ki, mən ısmarlayam. Mən dedim, xeyr. Mən ısmarlayaram. İşte belə, bu da belə oldu. Beləydi. Yəni orada hazırlayanlarda belə fərqli formalar var idi. Belə yumru var idi, güldən fason var idi. Bir də belə var idi, o da bir şeydi. Çantamızdan belə asarıq. Onsuz charmlarım var belə. Buradan başqa çantamdan daha qəşəng yaraşacağını düşünürəm. Belə. Bir də orada sağ olsun Mithat bəy mənə Kisun konserti üçün bilet verdi. Təşəkkür edirəm həqiqətən. İnşallah oktyabrın 26-sı olacaqmış Hayal kafesində saat 6-da. Biletin qiyməti 25 manatdır. Kisu əvvəlcədən də Azərbaycana gəlmişdi. İkinci səfər gəlir. Artım var arkadaşlar. İstəsəz yəni xəbəriniz olsun, siz də gələ bilərsiniz. İndi axşam yeməyimi hazırlayıram. Sağlıqlı besleniyoruz deyə döşəti pörslədirəm. Yanında da brokoli. Çox dadlıdır. Bəli, sağlam qidalanırıq. Ona görə yeməyim budur. Altında döşəti var. Bu yumurtadır, xiyar və brokoli. Brokoli sevirəm. Allah piknik satdıq demirəm. Amma nə sağlıqlıdır da. Gül kələmi kimi dadır. Mən gül kələmi də xoşlayıram. Adi kələm də yeyirəm, amma dolma bükəndə arxasında bərk yeri olur, orası da qəşəng olur. Videom bu qədər idi. Deyirəm bəyəndiniz. Sağ olun.